Rəngbərəng dəmirov səthi göbələk xəstəliyidir. Bizim ölkədə isti hava, rütubət çox olduğu üçün bu xəstəliyə tez-tez rast gəlirik. Xüsusilə də yay aylarında. Bu xəstəliyin səbəbi maya tipli göbələkdir. Normalda dəri üzərində sakit yaşayırlar. Amma bədəndə tərləmə artanda, immun sistem zəifləyəndə və ya bəzi daxili xəstəliklər olanda aktivləşirlər. Əlamətlər əsasən sinədə, boyunda, çiyin nahiyəsində və qarında əmələ gəlir. Uşaqlarda bəzən xəstəlik baş dərisindən başlayır, amma saçlara heç bir zərər vermir. Əvvəlcə kiçik ləkələr olur, sonra böyüyüb birləşir və mərkəzdən sağalma başlayır. Rəng əvvəl çəhrayı olur, sonra sarımtıl çəhrayı, daha sonra isə qəhvəyi rəng alır. Günəş vannasından sonra isə həmin yerlərdə ağ ləkələr qalır. Diaqnoz isə adətən klinik şəkilə baxaraq qoyuruq. Lazım olsa xüsusi test və mikroskopik müayinədən keçiririk. Əgər sizdə də əlamətlər müşahidə olunursa, dəqiq müayinə və düzgün müalicə üçün Kanidəri klinikasına müraciət edə bilərsiniz.